düzlükdür də, yəni düz danış, hamı sənin yanında olacaq. Niyə yalan danışasan? Niyə nəyisə gizlədəsən? And içib yenə deyirəm dostlar, onu siz yıxılanıb baltalamazlar. Çox xahiş edirəm. Siz də yanında olun, siz də dəstək olun. Alıb xeyirli olsun deyin. Sizə də xeyirli olsun demək düşər. Yəni nə ev alıb ki? Valla götürdüyü ev ipotekadır 5 illik. Bu 5 il onun qorxusu ilə yaşayırdı ki, mən necə ödəyəcəm? 20.000 qalıb, 20.000 pul ödəməliyəm. Və dostlar, niyə sizdən gizlətmişəm? O da ki, mənim evimin yarısını ödəmədi. 20.000 pulum qaldığı üçün yerdə. Mən ona görə sizdən onu gizlətdim ki, çünki mən heç kim dəstək olmayacaq, həddiyə atmayacaq. Deyəcəklər, hə, Səvər özünə ev alır, niyə biz ona dəstək ola deyə. Ona görə bəzi insanların, mənə dəstək olan insanlardan yox, bəzi mənə o pis sözlər deyəcəkdi, hamını belə sözlər deyirlər, qınıyırlar. Qorxdum ki, məni də qınayacaqlar və bunu gizlətdim. Dedim, bir gün mən hamısını qurtardıqdan sonra və bunu sizlərlə bölüşəcəm. Və buna görə düzdür, mən səhv eləmişəm. Bu mənim səhvimdir. Yəni üzr istəyirəm həqiqətən də bunu gizlətdiyim üçün. Nə deyəcəm bilmirəm həqiqətən də, yəni. Kaş ki demək deyərdim bunu. Salam aleykum. Saadət xanım, necəsiz? Salam, yaxşı olsan İlqar qardaş. Ay Səvər. Hə, İlqar. Sən niyə üzr istəyirsən ki? Nə bilim, nə gizlətdiyim üçün. Nə İlqar olacaq? Burada sənə baxan insanlar var ha, bu dəqiqə. Bu dəqiqə bəziləri var ki, səni burada pisləyir, bəlkə də hansısa bir dənə oteldə oturub sənə baxır. O səndən gəlib üzr istəyir. Yox. Ondan əlavə də... Sən bura indiyənə qədər kart qoymusan? Yox. Qoymamısan, düzdür? Ev almışsan. Allah-u Teala hər bir insanın qəlbinə görə verir. Mən məsəl üçün bir insan kimi o qədər sevindim. Onların, sənə burada pis söz yazanların anaları illərlə sənə anan kimi kvartant qalmayıb deyənə. Onlar qudurublar. Başlarından böyük danışırlar. Onlar da kvartant qalsaydı, onda başa düşərdilər. Gör, nə gündəsiz ki, ala. Böyle bir iki Səvər ermənidir. Qıçvız boyda deyə. Onda olan naz qəmzə, bir. Onda olan hərəkət, onda olan diviziyya. Sizi məcbur edib xal atmışsınız, hə? Niyə gedib qazinin canlısında 6 nəfər olanda bir dənə şey atmırsınız? Görürsünüz canlısında 500 adam var, hədiyyə atıb özü reklam eləmişsən də. Səni məcbur edib, gəl hədiyyə at. Hə? Atıb özü reklam eləmişsiniz də. 72 yox, hala. Mən talışam, o da talışdı. Ondan da əlavə Azərbaycanlıdır. Yekə kişisiz, hala. Qıçvız boyda qıza tüylü ki, ay nə bilim nə. Sən onu dedin nə olur, demədin nə olur. Allah sənə xeyir versin. Allah sənə o qədər imkan qismət eləsin ki, o 20.000'i bağlayasan, inşallah bir dənə qalik alasan. Vapşım yandırıb tökəsəni bunları. Qoy bunlar ölsünlər. Gör nə gündə sonra. İndi qızları başa düşdüyü ki, tutaq ki, Səvər özünə makyaj eləyir, dırnaq qoyur. İndi qısqanırsınız ki, Səvərdə olan naz qəmzə sizin. Hələ bu kişilərə bax. Allah kimdən spor edirsiniz? Nə gündəsiz ala? İlqar eləmə, boş ver. Qoy Səadət sözünü desin. Səadət sözünü deyirdi. İlqar, onlar mən sonra səni qoşmur. Çünki Səadət qoymur, heç kim qoşmur. Yox, heç nə. Mən bir dənə söz deyim. Ölün yerə girin, Allah hamd olsun. Başqa desinə demirəm sizə. Dava, getdim Səvər. Allah xeyir versin sənə. Çox. Sən danış canım. Dostlar, hər birinizdən xahiş edirəm. Bayaqdan mən danışmıram. Görürəm, başqa söhbətlər gedir də. Xahiş edirəm, sizdən normal yazın. Bayaqdan çox qəşəng yazırdınız. Yəni, mənə hörmətiniz varsa, hər birinizdən xahiş edirəm, yaxşı bir sözlər yazın. Çünki mən də buradayım. Heç bir izləyicini təhqir eləmək olmaz. Valla biz bugünkü gün buradayıqsa, bu takibi yığırıqsa, bu baxışları yığırıqsa, hər biri sizin sayənizdədir. Siz olmasaz biz olmarıq. Yəni, heç kim yekəxana danışmaqla deyil. Hər birimiz baxış yığırıqsa, bugünkü gün sevərdisə, bu sizin hər birinizin sayənizdədir. Ona görə Səvər hər bir şey sizə borçludur. Yəni, ona görə də yəni, izləyici valla başqadır da, yəni, Allah izləyicilərə dəyməsin. Və hər birinizdən xahiş edirəm ki, artıq əksiz söz yazmayın. Ev alıb Allah xeyrini versin. Yəni, niyə təhqir edirsiniz? Ev alıb deyə niyə təhqir edirsiniz, dostlar? Yəni, hər biriniz ev ala bilərsiniz. Allah hər birinizə qismət eləsin. Amma hər birinizdən xahiş edirəm ki, siz də
normal şəkildə danışın, normal şəkildə yazın. Bir nəfər orada nəsə artıq bir şey yazıbsa, siz ona baxıb hərəkət eləməyin. Və burada bir nəfər məsələn yazdı ki, filan sözü yazın. Və siz bəziləri yəni bu hərəkəti niyə eləyirsiniz ki? Ola o yazıb deyə götürün mən də yazım. Elə şeylər eləməyin dostlar. Ev alıb Allah xeyrini versin. Əziyyət çəkir, ödəyir. Allah hər birinizə qismət eləsin. Allah kim ki arzusundadır, hər birinə ev qismət eləsin inşallah. Amma heç kimi təhqir eləməyin. Bayaqdan baxıram, yaxşı sözlər yazırsınız. Bir nəfər götürdü burada artıq bir şey yazdı deyə götürürsünüz, artıq bir şey yazırsınız. Yəni o qədər çətin deyil ki dostlar, bir xeyirli olsun demək. Zaten ekran kaydı olundu, biləcəksiniz də. Yəni orada da tam ətraflı deyilibdir necə alıb evi. Əziyyət çəkib, əziyyəti ilə də ev alıb. Siz də təbii ki bunu itirmək olmaz. Ən böyük dəstəyi Sevərin ev almağında bugünkü gün izləyicilərə borcludur. Nəinki Sevər ha? TikTokda bir çox tanınmışlar ev alıbsa, maşın alıbsa, bugünkü gün avcuna çıxıbsa, bugünkü gün belə danışırsa, hər biri izləyicilərin sayəsindədir. Yəni hər biri izləyicilərin sayəsindədir. Valla siz olmasanız, ekrana tıklayanlar olmasa, dəstək olanlar olmasa olmaz. Mən Sevərə deyirəm, Sevər səhv elədi. Nəyi səhv elədi? Deməməklə. Sevər əslində onu sizə deməli idi. Çünki sizin sayənizdə eləyibsə, Sevər onu deməli idi. Sevər düşündü ki, siz ona dəstək olmayacaqsınız, onun yanında olmayacaqsınız. O qədər onu təhqir eləyiblər, o qədər onu elə öyrəşdirmişsiniz ki, dostlar, pis, yəni düşünüb ki, mənə deməyə, dəstək olmayacaqlar. Heç kimi təhqir eləməyin dostlar. Allah onu elə yaradıb. Vallahi ona halaldır ki, bugünkü gün o xəstəliyi ola-ola, boyu balaca ola-ola, əziyyət çəkib, ev alıb. Kimsə ona məcbur dilənməyib ki, dostlar. Burada olub, əziyyət çəkib, nə bilim, PK-lar eləyib. Qəzalar eləmişəm mən çox da. Ondan əlavə gedib, nə bilim, işləyib, o qədər sözlər götürüb, o qədər sözlər demişsiniz. Onu götürüb, ona baxmayaraq yenə də əziyyət çəkib də. Nə deyə, Allah xeyir versin. Siz niyə saf olursunuz ki, dostlar? Allah hər birinizdən razı olsun. Siz öz içinizdən gəldiyi kimi davranmışsınız. Siz öz içinizdən gəldiyi kimi hərəkət eləmişsiniz. Hanı ev? Ev Sevərin oturduğu evdir, dostlar. Hal-hazırda heç darvazasını belə qoydurmayıb. İnşallah Allah qismət eləsin, onu da qoydurar. O da sizin sayənizdə olacaq, mən buna inanıram. İnşallah ki, yaxşı insanlar dəstək olar Allahın izni ilə. O da yavaş-yavaş ipotekasını ödəyər. Yəni qınamaqdansa məncə dəstək olun. Çünki anası ilə qalmışdı meşənin ortasında, uçsuz bucaqsız evdə. Çıxdı efirdə belə ev istədi, ona dəstək olan olmadı. Yəni bu yenə deyirəm, bugünkü gün bu evdə oturursa, isti yuvası varsa, anasını yaxşı baxa bilirsə, bu sizin sayənizdədir. Sevər bilirsiniz, işləyə bilmir. Görürsünüz, gedir haradasa işləyir, çıxardırlar. O istəməz işləsin. Görürsünüz, getdi normal işlədi, amma çıxardırlar da. Neynəsin? Gəlir məcbur oturur burada. Yazıblar Gülbala 2. Birincisi mən heç vaxt Gülbala 2 olmamışam və mən burada kart paylaşmam. Bir dənə Gülbala var, kart qoy. Mən kart qoymamışam uşaqlar. Mən öz halal pulum, düzdür, mən insanlara dəstək olub. İndi onu desəm halal pulum. Çünki siz mənə dəstək olmuşsunuz da, mən haqqım yoxdur ona. Mən öz cəzalar eləmişəm, qışqırmışam, bağırmışam, yalvarmışam, çağırmışam ki, nə olar mənə hədiyyə atın ki, mən evimin kirasını ödəmişəm. Ona görə mən qışqırmışam, özümü vurmuşam bu divə. Hamı deyib ki, ay Allah, bu qız niyə belə eləyir? Bu qız dəli, düşükdür. Hər şeyinizi qəbul elədim. Bir şey ki, yəni mən çöldə qalmayım deyə. Mən evimin kirasını ödəyim deyə. Və bunun üçün mənim 20 min mənim borcum var. Mən necə bu mən indi qınasanız da mən sizə heç nə deyə bilmərəm. Düzdür, mən bəzən özümü ifadə edə bilmirəm. Mən əlbəttə ki, mənə hədiyyə atan insanlara bu açıqlamanı ən çox verməliydim və mənim üçün ekranları tıklayan insanlara və bu açıqlamanı onlara verməliydim. Mən sənə söz deyim bacı. Niyə? Məsələn, ona görə deyirdim. Niyə izləyici, bu qınaq bilsən nəyə görədir? Niyə izləyici başqasından o sözü eşitməli idi? İzləyici vaxtında o sözü səndən eşitməli idi. Sən qorxduğun üçün,
Görsən mənim dediyimə gəldin, çıxdın. Qorxduğun üçün izləyicilərə bu açıqlamanı vermədin. Amma sən vaxtında dürüst davranıb izləyiciyə o açıqlamanı versəydin, izləyici bugünkü gün səni qınamayacaqdı. Əslində izləyici yenə indi sənə biraz əsəb ola bilərlər. Orada məsələn and içdin, özündə olmadın, bilmədin nə deyəsən. Çünki Sevər həmişə dostlar mənə zəng eləyir, mənlə danışır. Deyir ki, məsələn, belədir. Mən Sevərə həmişə dedim ki, Sevər dedi, qorxuram. Dedim, qorxma, vallah denən, sənə əksinə daha da, çünki izləyici dürüstlüyü sevir. Sənə daha da çox dəstək olacaqdılar, daha da çox sənin yanında olacaqdılar. Onlar əksinə sənə daha çox sevəcəkdilər ki, bu qıza halaldır. Bu qıza halal olsun ki, bu qız ev alıb və səni görəcəkdilər ki, sən ev almısan, sənə daha çox dəstək olacaqdılar ki, sən o evin ipotekasını tez bağlayasan. And olsun Allaha. Çünki bizim Azərbaycan xalqı, bizim dostlarımız, bizim izləyicilərimiz hər biri zaten sənin canındadırsa, sən ev aldın, almadın, sənə zaten dəstək olacaqlar. Onlar sənin dürüstlüyünə görə sevir, onlar sənin düz olmağına görə sevir. Əgər onlar vaxtında bilsəydi ki, sən pulu yaxşı yerə xərcləyirsən, və mən sənə dediyimə gəlirsən, izləyici sənə daha çox hədiyyə atacaqdı, sənə daha çox hətta gətirib pul verən olacaqdı ki, Sevər, ala, bağla, anava dəstək olmusan, anavı istəyərək, yəni pis bir şeylər eləmirsən. Amma sən əksinə yaxşı ol-ola izləyicinin gözündə özünü pis eləmirsən. Onlar elə düşünürdü ki, əvvəllər sən giz-giz yerə pulları xərcləyirsən. Amma onlar bilsəydi ki, vaxtında sən ev üçün əziyyət çəkirsən, özünü dağdan daşa vurursan, onlar sənə daha çox dəstək olacaqdı. Bugünkü gün başqa insandan eşidiblər deyə başa düşdün, onlara pis təsir edir ki, niyə Sevər bunu bizə özü etiraf etməyib. Mən ona görə dostlar, bayaq Sevərlə danışanda dedim ki, Sevər, indi bu dəqiqə at canlını izləyicilərə açıqlama ver. Çünki sən indiki gün bu açıqlamanı verməsən, izləyicilərə deməsən, daha da gözdən düşəcəksən. Daha da izləyici sənin üstüvə gələcək. Niyə gizlədəsən? Pis şey etmirsən? Mən demirəm ki, dostlar, sizin borcunuz var. Təbii ki, ürəyindən gələn insan dəstək olur, başınıza dönüm. Heç kimin heç kimə borcu yoxdur. Sizin də heç kimə borcunuz yoxdur, başınıza dönüm. Allah canınızı sağ eləsin. Kimin nəyə... 4.000 reklamla qazanmışam. Həccin yerində 2 ay oturmuşam. 4.000 eləm, o biri 4.000-i də TikTok'dan yarısını qazandım. Yenə reklamlara getdim, günlük reklamlara. Mən 2 ay həcdə istəmişəm. Həcci özü də qoşulsun deyə bilər. Həccinə gedin soruşun, deyin Sevər aylıq 2000 vermiş. Deyəcək həmən Sevər aylıq 2000 pul vermişəm. Həccimə 4 ay həccin yerində işləmişəm. Oradan 4000-i yığmışam. Qalan 4000-ləri də oradan necə deyim, Səadət özü də bilir. Reklam qarşılığında günlük reklamlar. Sonra şeyə getdim. Sonra TikTok'dan yarısı belə mən o pulları toplayırdım və Səadət də deyir, səhvsiz insan olmur. Hər kəsin səhvi olur. Həqiqətən də. Yəni hansımız deyə bilərik ki, bizim səhvimiz yoxdur? Vallahi hər birimizin səhvimiz var. Səhvsiz insan yoxdur. Yəni yıxılanı baltalamazlar. İnsandır, səhv elədi, üzrünü istədi. Əsas odur ki, insan səhvini başa düşsün. Yəni əgər səhvini başa düşməsə, hə, amma səhvini başa düşdü və sizdən üzrünü istədi. Sizdən də hər birinizdən mən də xahiş edirəm ki, yəni artıq əksik sözlər deməyək. Əgər yəni ürəyinizdən gəlirsə, dəstək olun. Yox, gəlmirsə, amma təhqir eləməyək də. Heç kim, Allah hər kəsi bir cürə yaradıb. Kimisə şəxsiyyətinə toxunmaq bizə yaraşmaz. Qaldı burada bir xanım yazıb ki, vəkil nə bilim nə. Mən dostlar vəkil deyiləm. Sadəcə əgər nəyi bilirəmsə onu deməliyəm. Yəni Sevər bugünkü gün mənə ağız açıb deyibsə, mən onu deməliyəm sizə. Çünki o normal özünü ifadə eləyə bilmir. Daha da belə şey danışır. Ona görə mən danışıram. o mənim yanımda olub zaten. Nə eləmişəmsə. Yəni Səadət özü mənə təbliğ edib ki, Sevər, mən falan yerdən ev alıram, səndən xahiş edirəm ki, sən də qazan, sən də şey elə, gəl bir yerdə sən mən də ev fikri yox idi. Vallahi Sevərdən olsa ev almayacaqdı dostlar. Yəni qalacaqdı kirayələrdə, ev almayacaqdı. Mən öz evimin yanından Sevər üçün ev danışdım. Allah razı olsun ki, yəni gözlədilər Sevəri. Bir ilə Sevər ilkin ödənişi yəni yığdı, elənsi gətirdi, verdi. Bəli dostlar, bir il. Yəni bir ilkin ödənişi gətirdi, verdi. Daha sonra aylıq ipotekaya saldı. Belə
indi Ailə ipoteka ipotekaya verir. ipotekada olan insanlar bilər. Özdəki bilirsiniz ki, Masazırda çox baha evlər yoxdur, da, yəni ucuzdur. Və mən bax bir dənə bu otaqdır balaca. Sizə onu da sizlərlə bölüşərəm. İnşallah hər Ucuz versin, izləyicilər də onlar da görər, bilər. sizlərlə, mənə sevən insanlarla bölüşərəm. Bir də bizim öz otağımızdır belə. Orada bir dənə də kukna. Elə bil ki, kukna da yəni onu da sizlərlə bölüşərəm. Darbazamızı qoya bilməmişəm çünki mənim hələ imkanım yoxdur. Çünki mən bu qədər çox, yəni üstümə yük, yəni borc eləmişəm. Mən 246 manat bir dənə yerdən borc eləmişəm. Orada ailə pulu ödəyirəm. Burada 460 manat pul verir. Mənim aylığımdır. İşıq pulu, su puludur. Hamısı ben Allah qışa özüm üçün eləmişəm. Deyəcəksiniz, yəni kim üçün eləmişsən? Yəni özüm üçün eləmişəm. Amma sizdən gizlətdiyim oldu ki, hamını qınayırdılar TikTokda. Üstünə gedirlər belə elə. Dedim indi mənim də üstümə. Mən hələ heç nə. Siz necə? Mən dedim bu hamısını qurtardıqdan sonra rahat sizlərlə bölüşərəm ki, bəs dostlar, mən bu evi mən özümə ev almışam və sizlərlə bunu bölüşəcəyəm. Hara kimi gizlədəcəyəm. Amma bilsiz gizlətmək səbəbim oldu, qorxdum. Uşaqlar, mənə bilirsiniz ki, mənim dəstəyim buradan çıxır və mənə bir də dəstək olmayacaqlar dedim və qorxdum və bunu gizlətdim. Buna görə mən üzr istəyirəm həqiqətən də. Mən bilmirdim, yəni bu qədər yəni şey olacağım. Bu qədər siz necə deyim onu? Əsas olaraq indi dürüst davrandı, sizə dedi. İndi inşallah yargılamaq əvəzinə daha da dəstək olarsınız, daha da yanında olarsınız. Yıxılana balta vurmaq olmaz. Ev almaq pis bir şey deyil. Daha da çox məncə dəstək olun ki, yaxşı olsun. Allahın iznindən təbii ki. Yazıblar, park qoy darvaza ala. Şola, mənə burada neçə dəfə demişsiniz ki, bir dəfə yadınızdadır, mən 460 manat ödəyə bilmirdim. Mənə babuş yardım elədi. Yadınızdadır, sən də yadındadır. Babuş ödəyə bilmirdim bir ara, yanındadır. Ağlayırdım, pis olurdum. Babuş mənə kömək eləmişdi. Və o evimin kirasını hamı da deyirdi ki, sən niyə belə evdə qalırsan da, yəni ucuz evdə qalmırsan? Mən də bunu sizdən də bölüşmürdüm. Deyirdim ki, çox üzr istəyirəm. Biri yazıb ki, Səadət deyib Vəlizara. Səadət bu dəqiqə o hayda deyil. Səadətin özü ilə bağlı problemləri zaten bayağı çoxdur, özünüz bilirsiniz. Mən xəstəxanadan yeni çıxmışam dostlar. Allah heç kimə, heç bir kəsə, heç düşmənimə belə övladı ilə sınağa çəkməsin. Amin inşallah. Mən xəstəxanadan yeni çıxmışam, mən ölümdən dönmüşəm. Mən, yəni, bugünkü gün buradayamsa, Allaha min şükür. Yəni, Allah məni yenidən balama bağışladı. Mən bu dəqiqə o hayda deyiləm. Mənim bu dəqiqə o qədər problemim var ki, sadəcə Sevər məni yığdı, Sevərlə danışırdım. Sevər dedi ki, belə-belə bir şeylər olub. Yəni, sadəcə hər kəs məni qınayır, mən neyniyim? Mən o hayda olmağıma baxmayaraq, öz dərdim olmağına baxmayaraq, mən yenə də Sevərə dedim ki, Sevər, sən aç, mən gəlib misafirə qoşularam, mən deyərəm nə var, nə yox. Çünki, yenə deyirəm, yıxılanı baltalamaq olmaz, mənim dərdim olsa da, mən pis halda olsam da, yenə mən gəlib dəstək olacaqdım Sevərə. Yəni, xahiş elədi, mən də gəldim, qoşuldum. Yəni, valla saat 4-dür, mən bu haldan sizləri başa salıram. Yəni, kim nə deyir, desin, yenə deyirəm, ən gözəl biclik düzlükdür. Yəni, düz olandan sonra valla hər şey yaxşı olur. Mən də düşünürəm ki, Sevərə pis məsləhət verməmişəm. Özü üçün ev alıb, min şükür Allaha, yəni evinin ipotekasını ödəyir. Gedib gizlic yerlərə pul xərcləmir. Bu qədər dostlar, hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Məni eşitdiyiniz üçün, artıq əksik danışmadığınız üçün hər birinizə minnətdarım və düşünürəm ki, hər biriniz də bunu yaxşı qarşılayacaqsınız. Düzdür, indi əsəbisiz, Sevərə pis kəlmələr işlədə bilərsiniz, nəsə bir sözlər deyə bilərsiniz. Amma inşallah ki, biraz müddət keçdikcə hər biriniz anlayışla qarşılayacaqsınız. Allah hər birinizdən razı olsun, gecəviz xeyrə qalsın, Allah'a əmanət olun inşallah. Sevər, mən gedirəm bazı. Hələlik, ürəyim, Allah'a əmanət ol. Sən də dediyim kimi, ən gözəl biclik, düzlükdür, çalış. Nə varsa onu denən ki, izləyici səni qınamasın. Söz Sevər, mən buradan bazı çıxamıram, sən məni çıxart. Siz də xahiş edirəm dostlar, yaxşı sözlər yazın. İnsandır, yenə deyirəm, hamı səhv eləyir, səhvsiz insan yoxdur. Çıxardım səni. Hə, ürəyim, zəhmət olmasa. Çox sağ olun, hər şey üçün təşəkkür Allah edirəm. əmanət ol. Ondan.
Dostlar, hər kəsə təşəkkür edirəm. Həqiqətən bilmirəm, sevinim, ya pis olum, pərt olum, bilmirəm. Yəni biz deyədim sənin yalandan an içməyinə görə. Orada çünki mən necə dedim, bir şoka düşdüm. Mən heç bilmədim nə edeyim. Çünki mən gözləmirdim bunu. Allah mənə bağışlasın o hərəkətimə görə. Xeyli azcıq sağ olun. Sizə də qismət olsun inşallah. İnşallah bölüşərəm sizdən dostlar. Ev görsədərəm hamınıza. Tülkü deyəndə ki, şey olur. Mən məsələn gedib maşın ala bilərdim, gedib başqa şey eləyə bilərəm. Amma mən bunu siz necə, mənim bir daxmam yox idi deyə mən özümə bir daxma eləmişəm də. Yəni siz özümə bir dənə yata biləcək. Yəni bu dünya mal dünyada qalır canlar. Bir də özü ki böyük bir evdə deyil. Yəni 20 min, yəni mən ödəməliyəm, 5 il ödəniş eləməliyəm. Nə deyəcəyimi də bilmirəm. Əslində nə desəniz haqlısınız. Yəni elədiyim hərəkət düz deyildi əlbəttə ki. Amma dostlar, həqiqətən də bizim uşaqlığından mənim heç o evim olmayıb. Həmişə bunun evində qalmışam. Bunun yanında yatmışam, burada olmuşam. Amma yəni bunu mən elədim. Bunu da niyə görə elədim? Bəlkə də mən bunu eləməzdim. Bunu Səadət bir tərəfdən mənə dəstək oldu. Səadət dedi ki, bəs sən də sevər nə qədər yəni qalacaqsan şeydə, nə qədər qalacaqsan sən, nə bilim, qalacaqsan kiralarda. Amma canlar, mən də Səadət də mənə o sözü deyəndə düzdür, mən o pulu güclə yığdım. Çox elə bir ki, o pulu yığmamaqdan qabaq çox rahat idim, çox rahat bir həyat yaşayırdım. Hə, deyirsən. Şeydə, yəni insanlara şey oldu və sonra mən elə bir ki, mənə elə bir ki, bir dənə yük verildi də. Yəni bu ev elə bir ki, mənim yüküm oldu. Və mən burada mən uduza da bilərdim, qazana da bilərdim. Və mənim cibimdə 1000 manat heç az pulum vardı, belə az yığırdım. Çünki mən fikirləşmirdim. Yəni ev zad eləyəcəm özümə. Və birdən-birə mən Səadət mənə dedi ki, dirəş. Dedim, mən Səadət, bəs mən yığa bilmirəm də. Bir ara yığa bilmədim. Dedim, bəs bacara bilmirəm. Dedi, Səvər, bacaracaqsan. Mən sənə inanıram. Allahdan istə bacaracaqsan. Bir yandan gecə gündüz demədən, 3 demədim, 5 demədim, 10 demədim. Hər şey reklam oldu, bura qaçdım. Dostum Allaha bu evi alandan, yəni əlimi bu evi almağa başlamışam. Mən öz evimə ət salmamışam. Toyuq almışam, amma ət salmamışam. Biz Allaha and olsun deyirəm. Mən heç özümü bayram da eləmədim. Nə bayram elədim, heç birini özünüz də bilirsiniz. Səadət bizim qonşumuz idi. Gedirəm elə Səadət gildə elə arada videolar çəkirəm. Elə deyirəm ev yoxdur. Çünki yəni bu evi alanda bütün yük mənim üstümdə və tək başıma. Mənim elədiyim bu böyük bir şey canlar. Bu hər bir kişi bunu bacara bilməz. Düz deyirəm mən. Hər kəs bacara bilməz. Amma mən bir tərəfdən Allah mənim yanımda oldu. Mən dirəşdim. Sonra mən bu pulu da canlar, dostlarım yığırdı. Gedib ən bahalı restoranda otura bilərdim. Gedib pulu paltarlara, pis şeylərə, hər şeyə mən o pulları xərcləyə bilərdim. Amma niyə xərcləmədim? Çünki mənim keçmişimdə o Səvər var idi. Hamınız gülürsünüz o Səvərə. Hamınız deyirsiniz o nə gündədir, nəyə oxşuyur. Sən çıxdığın yerini. Mən o Səvərə baxıb hər gün addım atdım. Dedim o Səvər olmaq istəyirəm. O Səvər çox çətinliklər çəkib. Yəni o çətinlikləri birdən mənim anam çəkməsin, mən çəkməyim deyə. Getməyim kiminsə evində qalmayaq yenə. Çünki mənim dayımın iki otağı var, bir dənə də uzun, 2 dənə də oğlu var. Fikirləşdim ki, mən bunun evində qalacağam. Və sabah bu gəlin gətirəcək, bunun gəlini məndən dalaşacaq, bu məndən dalaşacaq. Onunla sözümüz düz gətirməz, ya mənim sözüm düz gətirməz. Mən fikirləşdim ki, mən öz ayaqlarım, heç olmazsa bir dənə otağımız olsun, heç olmazsa öz evimiz olsun. Heç olmazsa, bax and olsun Allaha. 20 neçə yaşım var? 3 il tanınıram da. Bu evdə elə bir ki, neçə aydır bu evdəyəm?
neçə ayda olar? 5 ay zad olar, 6 ay zad olar. Mən bu evdən 1 ilim zələ olmayım. Yəni bu 3 il ərzində mən dirəşdim. Böyle ora mən bu evin yəni ipotekası yarısını bir dəfə verdim. Hə, yarısını bir dəfə verdim. O da bir ilə kimi yarısını buradan oradan həccin yerində işlədim. Elə bir həccin yerində 2 ay işlədim. Allah həcdən də razı olsun. Elə bir ki, o mənim bir şansım idi. Orada işlədim, 4000 həcci mənə pul verdi. O 4000-imdən onu da xərcləmədim canlar. Xərcləmədim. Həcci mən işdən çıxardanda mən heç də yox idi mənim əlimdə. Ondan sonra da belə yəni sağ olsun ya, belə qazandım canlar. İndi keçdi. Bunları indi danışmağın, yəni düşünürəm ki, Sədat yetərincə açıqlama verdi. Yəni bir daha deyirəm. Uşaqlar, mən qorxduğum üçün bunu gizlətdim. Yəni mənə dəstək gəlməz deyə. Bilmirəm, bundan sonra mənə dəstək gələcək, gəlməyəcək. Çox həyəcanlıyam həqiqətən, belə gözləmirdim. Bilmirəm, yəni bu evimin pulunu bundan sonra ödəyə biləcəm ya ödəyə bilməyəcəm. Yəni onun heç nədən bir şeyim yoxdur. Ona görə canlar, indi gecdir. Mən artıq canımı bağlayıram. İnşallah sabah davam eləyərəm. Yenə də nəsə soruşsanız. Yəni uşaqlar, həqiqətən dostlar, bir 10 boyum var, amma mən tək başıma öz ayaqlarımın üzərində durmaq istədim. Bunu verilişdə də dedim ki, bəs mən öz ayaqlarımın üzərində durmaq istəyirəm və yəni mən durdum. Yəni bura kimi gəldim. O da sizlər sayəsində. Heç bir zaman sizin şey eləməmişəm. Deməmişəm ki, mən həmişə də sizin adınızı çəkmişəm və bundan sonra bilmirəm gələcək, gəlməyəcək, amma hər kəsdən üzr istəyirəm bunu gizlətdiyim üçün. İnşallah məni bağışlayarsınız. Çünki Allah hər insanı bağışlayır, səhv eləyən insanları. İnşallah siz də mənə bağışlayarsınız. Bağlayıram canlar. Gecəni